Ey insan deli edir değişir yaman halım. Sen dermanım, çık gel sultanım. Her şey anlamsız, yoktu mu zerre kadar vicdanım. Salam değerli izleyicilerim, kanalıma hoş geldiniz. Xalq artisti Röya Ayxan 25 il adlı yubiley konsertində səhnəyə geyindiyi ilk libası ilə diqqət mərkəzinə düşüb. Sənətçinin Heydər Əliyev sarayında baş tutan möhtəşəm konsertində seçdiyi geyim Rosario brendinə məxsusdur. Məlumata görə libasın qiyməti təxminən 3500 ABŞ dolları, təqribən 5950 manatdır. Səhnə üçün xüsusi seçilmiş bu libas klassik və eyni zamanda müasir xətlərin vəhdətini əks etdirib. Parlaq parça, incə bel vurğusu və dərin çiyin kəsimi Röyanın səhnə enerjisinə tam uyğun görünüş yaradıb. Hər detalda həm zəriflik, həm də güclü qadın obrazı hiss olunub. Moda mütəxəssislərinə görə Röya Ayxanın bu geyimi onun 25 illik səhnə karyerasının simvolu kimi görünür, özünə inam, parıltı və fərqli tərz bir arada.